Mingəçevir şəhərində məişət tullantılarının vaxtında yığılmaması və bəzi ərazilərdə ətrafa səpələnməsi ciddi antisanitar mənzərə yaradıb. Əməkdaşımızın şəhər ərazisində apardığı çəkilişlər problemin ayrı-ayrı nöqtələrlə məhdudlaşmadığını göstərir. Görüntülərdə zibil konteynerlərinin ətrafında və yol kənarlarında məişət tullantılarının toplandığı, bəzi yerlərdə isə zibilin birbaşa açıq əraziyə atıldığı görünür. Bu mənzərə həm şəhərin ümumi görünüşünə xələl gətirir, həm də tullantıların vaxtında daşınması və ərazilərin təmiz saxlanılması ilə bağlı ciddi suallar yaradır. Əsas sual isə Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin fəaliyyətinə yönəlir. Əgər şəhərin sanitar vəziyyətinin qorunması, məişət tullantılarının yığılması və ərazilərin təmizliyi adiyyətli kommunal xidmətlərin gündəlik nəzarətindədirsə, əməkdaşımızın kamerasına tuş gələn bu mənzərələr necə yaranıb? Kommunal xidmət yalnız mərkəzi küçələrin təmiz saxlanılması ilə kifayətlənir, yoxsa şəhərin kənar və yaşayış ərazilərinə də eyni səviyyədə xidmət göstərilməlidir? Tullantılar hansı qrafiklə daşınır və həmin qrafikə faktiki olaraq əməl edilirmi? Ortaya çıxan görüntülər Mingəçevirdə kommunal xidmətlərin fəaliyyətinin adiyyətli qurumlar tərəfindən araşdırılmasını zəruri edən suallar doğurur. Şəhərin təmizliyi yalnız estetik məsələ deyil, antisanitar vəziyyət ətraf mühit və yaşayış şəraiti baxımından da problemdir. Redaksiya olaraq Mingəçevir Şəhər İcra Hakimiyyəti və Mənzil Kommunal Təsərrüfatı Birliyindən çəkilişlərdə əks olunan ərazilərlə bağlı açıqlama gözləyirik. Mingəçevir niyə bu vəziyyətə düşüb və şəhərin təmizliyinə cavabdeh olanlar haradadır? Məsələni diqqətdə saxlayacağıq.